Salam, mən Ayxan Şükürov. Bu videoda sizinlə SAT riyaziyyat sual nümunəsinə baxacağıq. Deməli, sualımız üçbucaq bölməsindəndir. The perimeter of an equilateral triangle is 624 centimeters. Əvvəla buradan equilateral sözünü götürək. Bu, bərabər tərəfli deməkdir. Deməli, bizim üçbucağımız bərabər tərəfli bir üçbucaq olmalıdır. Bərabər tərəfli üçbucaqda bildiyimiz kimi bütün tərəflər bir-birinə bərabərdir. Bütün bucaqlar bir-birinə bərabərdir. Təbii ki, 60 dərəcədir. 624 santimetrdir. Perimetr P bərabərdir 624. Deməli, davam edək. Buradan biz bilirik ki, perimetr tərəflərin cəmidir. Yəni 3A bərabərdir 624. Yəni A bərabərdir 208. 208 santimetrdir tərəflərin hər biri. Davam edək. The height of this triangle is K square root of 3 centimeters. Yəni bu üçbucağın hündürlüyü, buradan bir hündürlük çəkirik. Hündürlüyü H bərabərdir K kökətdə 3. K square root of 3. Yaxşı. Deməli, burada və bizə məlumat verilib ki, K is a constant. K sabitdir. What is the value of K? Yəni bizdən soruşulan K-ın dəyəridir. Deməli, biz bilirik ki, bərabər tərəfli üçbucaq istənilən təbədən çəkilmiş hündürlük, tən bölən və median eynidir. Yəni biz buradan bunu bilirik ki, bu hündürlük həm də tən böləndir. Tən böləndirsə, mediandırsa, deməli bu bucaqda 30 dərəcə olacaqdır. 30 dərəcə olacaqdır. Tamam. Deməli, bizdən K-in dəyərini soruşur. Deməli, bərabər tərəfli üçbucaqda hündürlük üçün bir düstur var. A kökatda 3 bölünsün 2'dir bu düstur. Bu düsturla biz cavabımızı tapaq. Ondan sonra bu düsturu hardan almışıq? Bu düstura deməli açılışı nədir? Ona da gələcəyik. A kökatda 3 bölünsün 2 düsturu. Bunu tətbiq etdikdə A dəyəri bilirik ki 208'dir. 208 bölünsün 2 vurulsun. Aydın məsəl ki kökatda 3. O da bərabərdir. 208 2 ilə ixtisar olacaq. 104 kökatda 3. Deməli K kökatda 3 bərabərdir 104 kökatda 3'ə. Onu da buradan aydın məsəl ki kökatda 3'lər ixtisar olsa K bərabərdir 104 santimetrə. Deməli bizim sabitimiz 104'dür. Bəs biz deməli A kökatda 3 bölünsün H bərabərdir A kökatda 3 bölünsün 2 dəyərinə hardan gəlmişik? Deməli bununla bağlı da bir izah verim sizə. Bərabər tərəfli bir üçbucaq çəkirəm. Bərabər tərəfli üçbucağımız. Deməli, bərabər tərəfli üçbucaqda bütün tərəflər bir-birinə bərabərdir. Yəni, bütün tərəfləri A versək və dedik ki, istənilən təbədən çəkilmiş hündürlük, tən bölən və median bir-birinə bərabərdir. Yəni, bu bucaq artıq 30 dərəcədir. Bunların 60 dərəcə olduğunu bilirdik də. Çünki bərabər tərəfli üçbucaq olduğuna görə bütün tərəflər 60 dərəcə olurdu. Yaxşı. Deməli, onda bu tərəfi A-yı silirəm. Bu tərəf artıq nə oldu? Bu tərəf artıq oldu A bölünsün 2, A bölünsün 2. Deməli, və bu artıq bilirik ki, bir düzbucaqlı üçbucaq əmələ gətirdi hündürlüyü olduğuna görə, onda bərabər tərəfli üçbucaqda katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Bildiyimiz kimi Pifaqor düsturu bunu deyirdi. Onda A bölünsün 2'nin kvadratı üstə gələk. Bu tərəfə də x desək, üstə gələk x kvadratı bərabərdir A kvadratına desək. X bərabərdir kök altda A kvadratı çıxaq. A kvadratı bölək 4. Aydın məsələdir ki, bərabərdir. Deməli, məxrəcləri bərabərləşdirsək 4A çıxaq. 4A kvadratı çıxaq A kvadratı. O da bərabərdir 3A kvadratı bölünsün 4'ə. Kök altında təbii ki. Buradan da A kvadratı və 4'ü kökün xaricinə çıxarsaq, deməli, kökdə qalacaq kökatda 3. A bölünsün 2 və yaxud A kökatda 3 bölünsün 2. Deməli, düsturumuzun açılışı da budur. Sağ olun.